Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Nehmeduhu ve neşkuruh, nestağfiruhu ve nesta'inuh. Netevekkelu aleyhi ve netevesselu ileyh. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve habibina ve tabibina ve şefiina ve mevlana Ebul Qasim Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ve sümme salatu ala itratihil mükerremin ve siyyama bakiyetillah fil aradin ve la nuddaim ala a'daihim ecma'ina minel âne ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavlim. İnşallah bugünkü mövzumuz yenə də keçən cümlələrin mövzusudur. Qorxu və stres. Qorxu haqqında söhbət açmışdıq və qorxu haqqında söhbət açarkən bir ayə qeyd olunub. Əla inna awliya Allah la xofun aleyhim və la hum yahzanun. Allah dostları üçün xof, qorxu və la hum yahzanun, hüzün yoxdur. Və bu mövzuda iki məsələ var, hüzün və qorxu. Bunlar insanı narahat eləyən məsələlərdir, hüzündə, qorxuda. Adətən hüzün keçmişə nisbətdir. İnsan keçmişdə nəyisə itirib, indi hüzün onu tərk etmir. İtirdiyinin hüzünü, qəmi. Keçmişdə nəsə var idi, əlimdən çıxdı. Qorxu isə adətən gələcəyə nisbətdir. Qorxuram əlimdən çıxar. Qorxuram əlimdən çıxar. Övladım var, qorxuram nəsə bir hadisə baş verər, itirərəm. Adətən qorxu gələcəyə nisbətdir, hüzün keçmişə nisbətdir. Bəli, hüzün gələcəyə nisbətdə ola bilər. Məsələn, bir dostundur, xəstələnib, həkimdir, 100% daha gedir. Elə bir xəstəlikdir ki, sağalması qeyri-mümkündür. Müalicə qeyri-mümkündür. Amma indi yaşayır, bir neçə aydan sonra bilirsən ki, həkimdir ki, öləcək. İndidən gələcəyin hüznü sənin vücudunu bürüyür. Bəli. Qəm və qorxu. Qəm özü bir dənə istərlə bu mövzuya toxunaq, asla gedək qorxu mövzusuna. Qəm özü bir mənalı qiymət vermək olar qəmə. Qəm yaxşıdır, yoxsa pis bir şeydir? Sual belə verək. Qəmlənmək yaxşıdır, yoxsa pis bir şeydir? Sualı belə verək. Cavab budur ki, nə tam məna deyə bilərik yaxşıdır, nə də tam məna deyə bilərik pis bir şeydir. Baxır nəyə qəmlənirsən, bax sualın cavabı orada yatıb. Nəyə ki qəmlənirsən, onu təyin eləyəcək, bu qəm yaxşıdır, yoxsa pisdir. Başqasının misal, başqasının maşını var, mənim yoxumdur. Başqası xoşbəxtdir, buna görə bu sıxılır, bu narahat olur. Kiminsə sevinci bunu narahat edir. Bax, bu qəm, əlbəttə, müsbət qəm deyil. Yaxşı qəm deyil. İnsanı məhv eləyən qəmdir. Amma indi biraz değişir mövzunu. İlahi bir neymətdən məhrum olmuşam, qəmlənirəm. Məsələn, gecə ibadətini itirmişəm də, əvvəlki kimi deyiləm. Bu qəm normaldır. Əvvəl pulum var idi, pulumla Allahın yolunda xərcləyirdim. Doğrudan indi adam var deyir, hərdən deyirəm, sən nələr eləmişəm, keçmişdir. Baxsın, heç eləməyib o. İndi yoxudur, başlayıb keçmişindən danışma. Bir sən mənə olanda nələr eləyib. Belə baxanda bir 2-3 dəfə nəsə yaxşılıq eləyib, bitdi, getdi. Ortada bir şey yoxdur. Yox, doğrudan insan var, pulu olub əvvəl, xərcləyirdi. İndi pul əlindən çıxıb dinin yolunda xərcləyə bilmir. Bu qəm ki, əlimdən çıxdı, onu narahat edir. Bu qəm normal bir qəmdir. Nə mənada olan qəmdir. Çünki xidmət eləmək istəyir, onu eləyə bilmir, ona görə sıxılır. Ya məsələn, Quranda ayə var, bir məqamdan söhbət gedir, üstün bir məqamdan. Hələ ki, gedib ora çata bilməyib Allah dostu, baxır o məqama sanki qəmlənir. Niyə? Nə üçün? Nə zaman mən gedib çatacam o məqama? Quran görür nə deyir? Tərə əyunuhum təfidu minəd-dəm'i. O qədər ağlayır, qəmlənir, kədərlənir. Mən harda qaldım? Hərdən bu qəmin yeri var da. Mən hardayam? Hara gedə bilərdim, mən hardayam? Hani ömür də gedir.
Adamı narahat edən bir haldır valla. Allah dostları hansı məqama gəlib çatdı? Mənim hələ yaşım ötür, mən hardayam. Bunun üçün qəmlənməyin yeri var. Əlbəttə var. Bu qəm yaxşı qəmdir. Bu qəm yaxşı qəmdir. Ona görə qəmə bir mənalı qiymət vermək olmur. Yaxşıdır, pisdir. Nəyə qəmlənirsə onu təyin edəcək. Yaxşıdır, yoxsa pis bir qəmdir. Qəm əgər əlindən çıxmış bir mənəvi bir nemətdir, yaxşı bir nemətdir, əlindən çıxıb ona görə qəmlənirsən, onu ilə məsələn xidmət eləyirdin, normaldır. Bu qəmin xüsusiyyəti nə olacaq bəs? Bu mənada olan qəm. O neməti geri qaytarmaq qüdrətinə malikdir. Allah görsə çox qəmlənirsən, qaytarar neməti. Yusif Yaqubdan uzaq düşdü, Yaqub qəmləndi, ağladı. Qəmləndi, ağladı. Yusifini axtarırdı. Bir müddətdən sonra Yusiflə qovuşdu. Qəm əgər nemət əlimizdən çıxıb ona görədirsə, ona görə qəmlənsək, xüsusiyyəti biz nədir? Allah görər ki, biz çalışırıq, qəmlənirik, itki bilirik onu. O neməti bizə bir də qaytarar. Bu mənada olan qəm, salam olsun bu qəmə. Nə gözəl. Buna salam vermək olar. Ona görə bir mənalı demək olmur. Qəm, ərəb dilində qəm. Qəm yəni qəmam. Qəmam yəni bulud. Qəmin mənası getçön kökünə bulud mənasındadır. Buluda necə baxırsan sən? Əgər bulud günəşin qabağını alırsa, qoymursa nur saçsın, yaxşı deyil. Yox, əgər bulud yağışın müqəddiməsidir, yağacaq və havanı təravətdə eləyəcək və təravətdə olandan sonra günəş daha da gözəl işıq saçacaq, onda qəşəngdir. Onu buluda gələk, hansı mənada da o cürünə baxaq. Nurun qabağını alan bulud yaxşı deyil. Yağışın müqəddiməsi olan bulud ki, o yağış yağandan sonra daha da günəş gözəl nur satacaq, nə gözəldir o bulud. Ona görə deyir, qəm əgər qəlbinin kənarında bir bulud kimi olarsa, qoymazsa qəlbin işıq satsın sənə, hidayət eləsin səni, nur satsın sənə, onda yaxşı deyil. Hansı qəm qəlbin qabağındadır yanıb? Dedim də, biri sevinir, mən qəmlənirəm. O xoşbəxtdir, mən narahatım. Həmkarım gedir qabağa, mən sıxılıram, bax qəmlənirəm. Bax, qəm qəlbin qabağında bir buluddur. Qoymur qəlbin nuru ayağımın altına bir işıq saçsın. Bilirsiniz də, qəlbdən nur saçır, işıq saçır. Fəəlhəməha, fucuraha və təqvaha. Qəlb nur saçır. Nə yaxşıdır, nə səhvdir onu mənə göstərir. Amma bu qəm səbəb olur ki, gəlir qəlb evimin qapısının üzərində dayanır bulud kimi, qoymur işıq saçsın. Düz yolu mənə qəlbim mənə daha göstərmir. Görürsünüz, qəmliyir. Bir mənada pisdir ona görə. Yaxşı deyil. Amma yox, əgər mən qəmlənirəm, narahatam, əlimdən böyük nemətlər çıxıb və o bulud kimi yağış yağmağa başlayırsa, gözümdən yaş tökülürsə, o neynəyəcək? Mənim qəlb evimi başlayır neynəməyə? Daha da təravətdə eləməyə. Get-gedə qəlbimi yuyur, təmizləyir. Səbəb olur, nə olsun? Qəlbim işıq satsın mənə. İn təttəqullah yəcəlləkum furqanən. Təqvalı olsunuz. Nə olar? Qəlbiniz sizə nəyə göstərər? Furqan verər sizə. Furqan nədir? Haqqla batılı ayıra bilərsən də. Bu cür nə verilir də? Əgər bu mənada olsa nə gözəl. Fikir verdiniz. Ona görə Allah qəmin adı qəmdir. Qəm, qəmam yəni bulud. Yəni baxır hansı mənadadır. Yağışın yağmasının zəmin yaradırsa gözəl. Günəşin qabağını alırsa yaxşı deyil. Ona görə nəyə qəmlənirsən, nəyə sevinirsən? Bu çox mühüm məsələdir. Diqqət eləyək. Özümüzə bəzi vaxtlar quyu qazırıq, özümüzü məhv edirik. Ona görə deyirlər, heç kəsə bu mənada ziyan verə bilməz. Özümüzə veririk növbət. Öz qəlbimizin gözünü kör eləyirik yersiz qəmlərlə. Nəyə sevinirsən, o da mühümdür. Nəyə sevinirsən? Qəmi dedim, sevincə deyim də. Yalnız sevinc öz uğurundan bağlıdır. Yaxşı deyil. Yoxsa dostun sevinəndə sevinə bilirsən? Hansıdır?
Saf sevgilərə, saf sevinclərə, yəni bəzi sevinclər deyirəm də yersizdir. Ona sevinməməliyik ki, görən biri sevinir yersiz yerə. Ona neyinə sevinim mən? Amma görsən doğrudan biri uğur qazanıb sevinir. Ona sevinə bilirsən yoxsa yox. Dinimiz deyir ki, imanın meyarıdır. Ayəsini deyəcəm o sizə. Başqasının uğuruna sevinə bilirsənsə, bu artıq sənin imanının meyarıdır. Sən möminsən, demək olar sən də möminsən. Yox, sevinə bilmirsənsə, sənin imanın sual altına gedir. Quranın ayəsini deyim sizə. Bir qrup insanlar, Allah Quranda bir qrup insanların qələbəsindən söhbət açır. Onlar müsəlman deyildilər. Onlar əhli kitab idilər. Amma qələbə çaldıqları ki, insanlar ki var idi, onlardan bir pillə Allaha yaxın insanlar idilər. Çünki əhli kitab idilər. Müsəlmanlara bir pillə yaxın insanlar idilər. Elə ki, deyib, bunlar qələbə çaldı, bu müsəlmanların qələbəsi deyildi. Quran belə buyurur, yevmə izin yəfrahul mu'minun. Möminlər sevindilər. Allah bunu təqdirə layiq bildi, maşallah sevindiniz ha. Özünüz udmamışsınız bu müharibəni. Amma başqası uğur qazanıb buna sevinə bilmirsən sən. Deməli, sən buna sevinə bilmirsənsə, özü demir, ay, yevmə izin yəfrahun nas, yəfrahul mu'minun. Deməli, mömin insan sevinə bilər. İmanlısansa sevinməlisən başqasının uğuruna. Uğur əgər ümumi bir faydalı bir uğurdursa, İslama, dinə bir xeyir olacaqsa. Çünki bu uğurun xeyri var idi. İndi mən o tarixə qayıtmaq istəmirəm. Əgər sən buna sevinə bilirsənsə, maşallah, sənin imanın var. Meyar da dedim sizə ayə ilə. Baxın da, imanınız hansı həddədir. Başqasının uğuruna sevinə bilirsənsə imanın var. Yəni namaz aldadar bizi valla. Namaz qılırıq, oruç tuturuq deyə imanlıyıq. Demirəm, iman yoxdur, səthi iman demək olar. Amma da siz belə imandan söhbət edirsiniz, böyük bir imandan sonra, bunu meyarım dedim sizə. Şərab içməmək asandır, içmirsən də, o içmirik. Çətin bir şey deyil biz üçün o. Nə özümüz gözümüzdə böyüdək ki. Oğurluq eləmirik. Hə, yox, oğurluq gəlir. Geb oğurluq eləyənik biz. Bu biz üçün belə çətin bir şey deyil ki. Adam öldürmürük. Bu bizim çətin bir şey deyil ki. Çətin nədir bizim imanlı insanların? Gör, həmkarvın uğuruna, ətrafın uğuruna sevinə bilirsən yoxsa yox. O sənin imanının meyarıdır artıq. İmanının meyarıdır. Yevmə izin yəfrahul mu'minun. Bu kiçik cihad idi. Böyük cihadda bir nəfər qələbə çalsa, ona daha çox sevinməliyik. Böyük cihad nədir? Görsən, ətrafındakı bir insan bataqlıqdan çıxdı. Günahlardan qurtulub. Buna mən çox sevinməliyəm. Mənim dostum xilas oldu. Mən buna sevinə bilmirəmsə, nəsə doğrudan həkimə getməliyəm mən. Təbibun, dəvvar. Peyğəmbərimiz həkimdir. Müraciət eləməliyəm ona. O da bir resept deyəcək bizə də, yəni ki, də bir resept nədir? Quran-ı Kərimin ayələri. Deyəcək, get, fi qulubihim məraz. Quran nə deyir, bəziləri xəstələnmişsiniz də. Şifaun lima fissudur. Bu ayələrə bir qulaq asın, əməl edin ki, şəfa tapasınız. Deməli, biz baxmalıyıq bir dənə özümüzə. Görək vəziyyət nə yerdədir. Vəziyyət nə yerdə olduğunu bilmək üçün meyar dedim sizə mən, maraqlı. Nədir? Görün, dostluğunuzun, ətrafınızın uğuruna sevinə bilirsiniz, yoxsa yox. Qonşunun sevinci səni sevindirir. Qonşunun sevinci. Yoxsa yox. Tələbə yoldaşları universitetdə, məsələn, indi bir tələbə yoldaşı əlaçıdır. Sən narahatsan, yoxsa narahat deyilsən. Sevinirsən, sevinə bilmirsən. Maraqlı meyardır. Adam var əksinə deyə, valla, biri bədbəxt olanda bu sevinir. Mən demişdim də, bu çox getməyəcək dindən. Sevinir kişi. Sən özün də çox getməyəcəksən. Yəni, bu nəsə bir qabağıcına mən sənə deyim. Sən də çox getməyəcəksən belə. Bədbəxt olmursan, sən xəbərin yoxdur. Bir nəfər bədbəxt olunur, sevinirsən. Fikir verin, sevincdir, bunlar hüzündür, nəyə sevinirsən, nəyə hüzünlənirsən. Bunları tapmaq lazımdır. O nəyə sevinirsən, o təyin edəcək. Hüzün də onun kimi, söylədim də bu qədər. Hüzün nəyə hüzünlənirsən, o hüzün nəyə ki hüzünlənmirsən, o qiymət verəcək ki, bu hüzünün dəyərlidir, dəyərsizdir. İmanlı insanlar, Quran nə deyir? La xofun aleyhim və la hum yəhzənun. Bu mənada, o mənfi mənada hüzün onlarda yoxdur. Sonra nə deyir? Qorxu yoxdur. Hansı qorxu?
O qorxu da bunun kimi. Nədən qorxursan? Bu da çox mühümdür. Nədən qorxursan? Sual. Qorxduğun nədir? Bəli, sən qorxursan ki, Allahın ədalətindən qorxursan, çünki özünü yaxşı tanıyırsan. Bu qorxu normaldır. İman əhlində bu qorxu olmalıdır. Baxıram əməllərimə. Sonra Allahın ədaləti, narahatam. Nəyə narahatsan? Narahatam ki, özüm mənə cavab verəcəm Allaha. Ona Quran-ı Kərimdə bu qorxunu tərif edən ayə var. Limən xafə məqamə rabbihi. Qorxurlar bəzi insanlar. Cənnətan. Onlara 2 dənə cənnət var inşallah. Bu qorxu yaxşıdır. Normaldır. Qorxuram Allahın ədaləti. Ona görə dualarda var. Amilna bi fəzlik və la tuamilna bi ədlik. Allahım, məndən ədalətinlə davranma nə olar? Müminin qorxusu bu olar. Məndən ədalətinlə davranmayasan. Evimi yıxılar mənim. Rəhmətinlə davran da məndən. Rəhmətinlə. Yəni, belə bu qanunla məndən davransın, mən neyniyərəm? Bəli, Allah dostlarının da bir qorxusu var deyirlər. O hicran qorxusudur. Allah dostlarının bir qorxusu da var deyirlər, hicran qorxusudur. Bunun müfəssirlərdən biri belə izah verir. Hədis gətirir Əhl-i Beytdən. Deyir, insanlar 3 cürdür. Bir qrup insanların ibadəti məşhurdur bu hədis. Taciranə, ticarət edir. Qıldım namaz, oruç tutdum, cənnətimi ver. Eyb yoxdur. Bu ticarət edir. Nə ilə ticarət edir? Allahın cənnəti ilə. Etdin bunu? Etdim. Verdi cənnəti mənə. Bir qrup insanlar belə. Bir qrup insanlar qorxur. Qul ibadət edirlər buna. Cəhənnəmin xofu ki var. Qorxur neyniyir? İbadət edir. Köpüşərəm cəhənnəmə. Hətta deyərim, çox insanlar deyirlər ki, elə bu qorxudan başlayır ibadət etməyə. Hətta mən hədis deyim sizə, deyir, qiyamət günü cənnətə gedən insanlara bir dənə dayandırıcı, bir dənə cəhənnəmə bax. Baxacaq, ona təşəkkür edib, söz gezəcək cənnətə. Sənə görə biz geririk cənnətə. Yəni, səndən qorxduq deyənə, indi inşallah yolumuz cənnətdir bizim. Sənin xofun bizi gətirdi. Ona görə Ər-Rəhman surəsində Allah cəhənnəmdən danışanda, cəhənnəmdən danışır Allah. Sodi fəbəəyyi alai rəbbəkuma tükəzzibən. Mənim neymətlərim var abi. Cəhənnəm özü də bir neymətdir. Niyə? O səbəb olur ki, mən gələm cənnətə. Diqqət elədin. 2-ci qrup insan bununla işim yox. 3-cü qrup insanlar aşiqanə və şakiranə. Bunlar həqiqi ibadət edənlərdir. Çox istəyirdi Allahı. Ondan danışmaq istəyir. Daha indi bu cənnəti aparacaq, bulağını aparmayacaq bunu. Nə bilim, cəhənnəm mövzusu var. Yoxdur, bu deyil də. Yəni, demirəm, burada heç qorxusu yoxdur ya. Yəni, belə də demək biraz yanlış olar. Amma bunu ayağı qaldıran eşq məhəbbətdir. Bu, Allahla həm söhbət olmaqdan ləzzət alır. Bu ləzzət alır. Bunun qorxusu nədir? Bunun qorxusu Allahı itirmə qorxusudur. Nəsə olar? Ünsiyyətimiz pozular. Hicran qorxusu. Bir dənə duaya bax, Əleyhisselamın. Həbni səbərtu alə hərri narik. İlahi, belə deyək də, mən bir tutaq ki, səbr elədim. Nəyə? Hərri narikə. Cəhənnəm oduna səbr elədim. Tutaq ki, bunu elədim. Mən nədir sözün? Fəkeyfə əsbir anin nəzər ilə kərəmətikə. Kəramətikə. Sən mənə baxmasan, bunu necə səbr eləyərəm mən? Sən bunu əli deməsən, mənim kimi sıravısı desə, deyər, boş-boş danışır. Cəhənnəm, onda mənim dözən halım var. Bunu əl-ələ salam deyir. Bir sözə, yəqin əhli cəhənnəmi də görür, cənnətdə görür. Löv təaləmunu ilməl yəqinlə tərəvunnəl cəhim. Əgər elm ol yəqinviz olsa, nəyə görərsiniz? Cəhənnəmi görərsiniz. Cəhənnəmi görə deyir bunu. Buna dözdüm. Buna dözdüm, tutaq ki. Bəs nədir? Səndən olan o hicrandan narahatam mən. Hicran qorxusu. Belə bir qorxu da deyirlər var. Allah dostlarının bu dünyada olan qorxusu. Deyirlər, cənnətə daha qorxu yoxdur. La xofun aleyhim və la hum yəhsən. Orada nə qorxu ki, qovuşmusan, qovuşduq var. Hüzün də yox. Əlində olanlar əlindən çıxmayacaq. Ayəni dedim, bir mənasında belə müfəssirlərdən bəzi izah verim. Orada nəyə narahat olacağım ki? Şükür ki, nə oldu? Gəlmişəm.
Ona görə deyir, cənnətə girməmişdən qabaq bir səs gələcək ki, salam verəcəklər, deyəcəklər, axırda kəlmə budur, yevməl xulud. Bura əbədi məkandır ya, gözün aydın olsun, buradan çıxmayacaqsan. Elə bir bunu eşitdirirlər, buna sonra sallar cənnətin içinə ki, rahat olsun. Adam yenə də girsə cənnətin içinə, birdən qorxu olsa ki, görsən müvəqqətidir, yoxsa yox, orada belə yemək yoxdur, səni ləzzət eləməyəcək. Bəlkə çıxdın bir tane, bəlkə var ha, adamı öldürəcək. Deməsələr də ya, məsələn 10 ildən sonra, 100 ildən sonra, bəlkə daxı. Adamı neyniyəcək? Narahat eləyəcək. Sən cənnətə girməmiş, narahat olma. İlk səslərdən biri budur, deyirəm də sizə. Eşidəcəksiniz bunu. Yevmul xulud. Orada əbədi sənə gözün aydın olsun. Çıxmaq yoxdur. Nə gözəl. Canımız qutardı ki. Bəli, canım qutardı sənin, gözün aydın olsun. Qorxu nəyədir? Qorxu nəyədir? Qorxu əgər Allahın ədalətindən qorxursa, əslində Allah ədalətindən qorxmuruq, özümüzdən qorxuruq, etdiklərimizdən qorxuruq. Elə işlər görmüşük ki, bu işlə bir yana gəlib çıxa bilmərik. Görsən, hərdən biri bir iş gör, həmişə qorxu üstü açılar. Bu qorxu əslində öz etdiyinə görə olan qorxudur. İnsanın da iman əhlində qorxusu bu mənadadır ki, Allah, bu necə olacaq görəsən, mənim aqibətim. Və daha sonra insan nələrdən qorxmağı yaxşıdır? İnşallah gələn cümələrdə o qorxulardan danışaram, müsbət qorxulardan ki, nədən dinimiz deyib qorxusun yaxşıdır. İnşallah bu gələn söhbətlərimizdə. Velhamdülillah Rabbil alemin. Allahumma nəs'əluka nəd'uka bismikəl əzizil əğəzəm, əl-əcəllil əkrəm. Allah sənə and verirəm izzətüvə, cəlalüvə, kərəmüvə, rəhmətüvə, mərhəmətüvə, məhəbbətüvə. Bu əllər ki, sənin dərgahıva qaldırmışıq. İlk əvvəl duamız budur. İmam-ı zamanımızın zuhurun təcil elə. İlah və Rəbb, o ağana salamat elə. Bağışlamamış bizi bu dünyadan aparma. İlah və Rəbbim, ölənə qədər bu yolda xidmət eləməyi bizlərə nəsib elə. Dini və xidmət eləməyi əlimizdən alma. Ya Rəbbəl aləmin, onlar ki, bizə xəbər göndəriblər, dua istəyiblər, o qardaş bacılarımın duaların qəbul elə. Vətənin keşiyində olan əskər zabitlərimizi hifz elə. Millətin düşmənləri məhvu nabud elə. Bayrağımızı həmişə uca qərar ver. İşğal olunmuş torpaqlar və Qarabağımızı tezliklə azad elə, Peyğəmbər və əhl-i beytinə salavat zikr elə. Allahümmə salli alə Muhammed və alə Muhammed.